Hamınıza salam. Biz bugün sizinlə S++ ikinci dərs keçəcək. Əgər xatırlayırsanızsa, ötən dərsimizdə biz long və int tipini keçmişdik. Demişdik ki, bu iki tip dəyişənlərdəki rəqəmləri saxlamaq üçündür. Amma sadəcə S++ dilində bu iki tip yoxdur. Başqa tipləri də var. Məsəl üçün double. Double kəsr ədədləri saxlamaq üçündür. Məsəl üçün 5,2, 6,3. Sonra isə bir dənə daha şey var, tip. O da kəsrləri saxlayır. Sadəcə o daha kiçik kəsrləri saxlayır. Int və long arasında olan kimi mütləq double-ın arasında olur. Məsəl üçün bu 1 milyon saxlaya bilirsə, bu 1 milyarı da saxlaya bilir və sair ədədləri də saxlaya bilir. Sonra isə axırıncı tipimiz olan char. Axırıncı tipi o, bir dənə daha var, char. Charda isə məsəl üçün y bərabərdir y. Məsəl üçün bu y'yi çap y'sinə bərabər etdik. Sonra isə charın başqa bir dənə növü var. Məsəl üçün char d50. Bu yazanda biz deyirik yəni bir dənə d sözü var. F sözü var. O maksimali 50 aralığındadır. Yəni 50 simvoldan ibarət. Məsəl üçün salam. Bir də bu dırnaq, tək dırnaqdan iki dırnağın fərqi var. Bu deməkdir ki, bu ancaq simvollar saxlaya bilir tək dırnaq. Cüt dırnaq isə kəsrləri saxlaya bilir. Bu da məsəl üçün salam. Bir də bu var. Bu isə məsəl üçün hansı ədədlərin səhv olduğunu və ya doğru olduğunu demək üçün. Məsəl üçün A və G bərabərdir 1 yazsaq, G düşün kimi gələcək. Gəlin sizinlə birlikdə double işlədərək bir kod yazaq. Məsəl üçün double A virgül B. S-in A. Bir də S-ində belə etməmək üçün bunu qısaltmaq var. Bunu S-nin qabağına bir daha belə işarə qoyub. Yəni S-nin tərəf böyükdür qoyub. Daxil edə bilərik. S-out'da da həmçinin. S-out A B. Məsəl üçün bu da A-dan B-yi alıb çıxır verəcək. Məsəl üçün 5,2 və 6,3. Bunlar birləşir, çünki aralarında boşluq qoymamışıq. Boşluq qoymaq üçün isə buradan iki dənə daha kiçikli qoyub boşluq yazıb, boşluq qoyacaq. Bəli, alındı. Biz sonra məsəl üçün bu double-ı float işlədək. Yenə eyni ədədlər verdi. Çünki bu boyları o qədər də böyük deyil. Sonra isə məsəl üçün bunu long tipində yazaq. Burada biz 5,2 versək də qəbul etməyəcək. Edəcək ki, sadəcə yəni cüt şeylər verir, tam hissələrini verir. Burada nə görə verməz ki, burada 5,2 var. Məsəl üçün, sonra isə burada yeni double yazaq. Burada məsəl üçün biz istəyik ki, onların sadəcə çap olmasın, onlar özləri. Onlar məsəl üçün vurmaq istəyir bir-birini. Onda vur işarəsi qoyacaq. S++ dillərində vur işarəsi belədir. Belədir. Tekrar işarəsi belədir. Çıx işarəsi belədir. Böl işarəsi belədir. Bu işarənin mənası odur ki, A-yı B-yə biləndə nə qədər qalıq qalır?
Bu işarə isə yok bu yok. Belə işarələr bunlardır. Sonra isə məsəl üçün çardan kod yazaq. Çar. Məsəl üçün çar A. İsim A. Hesab. Bu yeni məsəl üçün biz sizə ədəddə verə bilərik. Vergüldə verə bilərik. Notda verə bilərik. Gəlin sual sorusu. Sağlayacaq. Çünki burada çar alə bir də şey kimi görürüz. Adı nədir? Hə. Bir o simvol kimi. Məsəl üçün bu da A üstə gəlib B yazılır. Ama çarpmayacaq. Çünki bu A ancaq bir dənə, çar ancaq bir dənə simvol tapılır. Əgər biz onu çarpmadıysa, məsəl üçün 62. Burada A üstə gəlib çıxardacaq. Çünki onun 62'ye qədər yeri var. Peki. Sonra isə məsəl üçün bir dənə kod yazaq. Pardon. Kesir. 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 Olmuyor. Ya olmuyor. Bir de isim kesir. Kesir. Olmuyor. Sonra isə məsəl üçün kəsirli olan ədədi bölək. Kəsir olmayanı. Məsəl üçün 3.6 böl 4 və 5. Sonra isə bunları istəsək toplayıb çıxara bilərik. Bugünlük dərsimiz bu qədər. Sağ olun.